Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin birgə təşəbbüsü ilə Ermənistanın Ukraynadakı səfirliyinin qarşısında Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı etiraz aksiyası keçirilib. Etiraz aksiyasında Ukraynanın Xarkov, Dnepropetrovsk, Lvov, Nikolayev, Kiyev və digər şəhərlərində yaşayan Azərbaycanlılarla yanaşı Türk, Tatar və bir sıra xalqların diaspora nümayəndələri iştirak edib. Ermənistan hakimiyyətindən işğalçı qoşunlarını Azərbaycan torpaqlarından geri çəkməyə tələb edən aksiya iştirakçıları mənfur düşmənin indiyədək törətdiyi hər bir cinayətə görə tarix qarşısında cavab verəcəklərini vurğulayıblar. İndiki erməni daşnaq hakimiyyətinə ağır ittihamların səsləndiyi aksiyada "Rədd ol Qarabağdan, terrora son qoy, Qarabağ bizimdir, bizim olacaq, Xocalı soyqırımına görə cavab verəcəksiniz" kimi şüarlar səsləndirilib. Ukrayna mətbuatının maraqla izlədiyi aksiyada Ukrayna Azərbaycanlıları Konqresinin Ali Məclis sədri Akif Gülməmmədov, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva, İşıq Dini Cəmiyyətin sədri Əbülfəz Qasımov və Xocalı sakini Sadıq Bilalov çıxış edərək son 2 əsrdə xarici havadarlarına arxalanaraq Azərbaycanda işğalçılıq və soyqırım siyasəti həyata keçirən erməni qəsbkarlarının qeyri-şərtsiz Azərbaycan torpaqlarını tərk etməyə səsləyiblər. Aksiyada xüsusi fəallıq göstərən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin fəalları isə Ermənistan səfirliyinin qarşısında üzərinə Xocalı soyqırımına görə cavab verəcəksiniz sözləri yazılmış şəffaf qutuya faciə qurbanlarının adları qeyd olunmuş 613 zərf salaraq oradan havaya Xocalı şəhidlərinin sayı qədər qara şar buraxdılar. Etiraz aksiyası cinayətkar Ermənistan hakimiyyətinə ünvanlanmış qətnamənin oxunuşu ilə başa çatıb.